Vaxt var idi ki, bütün tələbələr bu anı səbirsizliklə gözləyirlər. Oktyabrın 15-dən etibarən tələbələr üçün nəzərdə tutulmuş vahid tələbə plus kartı onların ixtiyarına verilib. Sözü gedən kart həm universitetə giriş çıxışı, həm təqaüd almağı, həm də müəyyən sahələrdə güzəştləri təmin edir. Tədris ilinin bitməsinə az zaman qalsa da maraqlıdır. Görərsən tələbələr bu güzəştlərdən yararlana biliblərmi? Gəlin bunu özlərinə soruşaq. Tələbə plus kartınız var? Bəli. Göstərə bilərsiniz, zəhmət olmaz. Yararlana bilirsiniz güzəştlərdən? Bəli. Məsəl üçün hansı sahələrdə? Kitab sahələrində. Endirim olunub, güzəşt olunub sizə? Bəli. Təxmin nə qədər? 5-10%. Çox olmur. Razısınız bununla? Bəli, amma daha çox nəqliyyat vasitələrində olsa daha yaxşı ola bilərdi, elə düşünürəm. Çünki tələbələrə ən çox nəqliyyat vasitələri lazım olur da, yəni. İstifadə edirsən tələbə plus kartından? Bəli, istifadə edirəm. Nələrdə, nə kimi sahələr? Məsəl üçün universitetə daxil olarkən turniketə oxudub içəri daxil oluram. Digər endirim kampaniyalarından hələ ki istifadə etməmişəm. Nə səbəbə? Hələ ki, yəni qarşıma çıxmayıb o qədər də. Yəni istifadə etməyə yadıma düşməyib, belə deyək. İstifadə edirsiniz ondan? Hələ ki, xeyr. 4-cü kursda istifadə eləmirik. Tək kursa görə, yoxsa? Kursa görə. Çünki 4-cü kursdan sonra mən belə aktiv olmur ona görə. Tələbəsiz? Bəli. Bir dəqiqəyə vaxtınızı alardım. Haranın tələbəsi, haranın oxuyursunuz? Bakı Dövlət Universiteti. Tələbə plus kartınız var? Bəli. İstifadə edirsiniz ondan? Yəni Məsəl üçün hansı sahələrdə? alış-verişdə istifadə edirəm, gündəlik olaraq marketdə və yaxud da və s. Endirimdən, güzəştdən yararlanmısınız o barədə? O qədər də yox. O qədər yox, necə? Yəni normaldan elə də fərqli deyil də. O qədər də müsbət tərəfi yoxdur mənim fikrimcə. Təxmini nə qədər endirim olunur? Yəni onu dəqiq deyəmərəm. Aynen. Və siz xanım? Yox, hələ ki o qədər istifadə eləməmişəm. İstifadə eləmisiniz? Yəni demək olar daha çox stipendiyamı istifadə eləməməyə çalışıram, yığmağa çalışıram, amma belə yararlanmaq istəyirəm. Tələbə plus kartınız var da? Bəli. İstifadə edirsiniz? Bəli. Məsəl üçün hansı sahələrdə? Daha çox restoranlarda, yəni bir də ki bəzi mağazalarda istifadə eləmişəm, amma bəzən kitabxanalarda da yəni istifadə edirəm, kitab alışında da. Endirimdən yararlanmısınız yoxsa? Bəli, Nestifə yararlanmışam. Təxmini nə qədər? Təxmini tam xatırlamıram, amma yararlandığım oldular. Yəni qiymətləndirdiklər olub. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Tələbə plus kartınız var da, çox güzel. Bəli. Endirimdən yararlanmısınız? Bəli. Hansı sahələrdə? Yemək üçün ən çox sahib. Tək yemək? Bəli. Əyləncə mərkəzləri. Belə kitab mağazasından istifadə eləmişəm. Endirim olunub sizə? Bəli. Təxmini nə qədər? 2-3 manat civarı belə. Razısınız? Ayasın. Bəli, amma nəqliyyat vasitələrində də olsa daha yaxşı olardı deyə düşünürəm. Və siz? Mən də qatılıram. Belə əyləncə mərkəzlərində bəzi restoranlarda endirim olunur, ancaq nəqliyyatda endirim olsa daha yaxşı olardı. Tələbə plus kartı var sizdə? Bəli var. İstifadə edirsiniz? Bəli, istifadə edirəm. Nə kimi sahələrdə, nə üçün? Alış-verişdə falan Güzəştlərdən yararlanmısan? hələ yox. Niyə, nə səbəbə? Belə deyim də, yəni lazım olmayıb yararlanmağa hələ ki. İstifadə eləmirsən, amma lazım olmuyor, yoxsa necə? Hələ ki elə bir ehtiyacım olmayıb da, yəni oradan istifadə edeyim elə. Tələbə plus kartınız var? Bəli. İstifadə edirsiniz? Bəli. Nə kimi sahələrdə? Alış-veriş, restoran və s. kimi sahələr. Güzəştlərdən yararlanmısınız? Bəli. Təxminin nə qədər? Məsələn 10%, 20% məsələn restoranlarda və yaxud da alış-veriş mərkəzlərində belə 20%-ə yaxın endirimlər olur. Başqa hansısa bir sahələrdə istəyirsiniz endirimlər olsun və yaxud da hansısa bir təklifiniz varmı? Yox, hər hansı bir təklifim yoxdur, çox razıyam.